Ukrayna prezidentinin dizaynerinin Azərbaycanlı olduğu məlum olub. Vladimir Zelenskinin Amerikalı həmkarı Donald Trumpla Ağ Evdə danışıqlar aparması üçün obrazını yaradan dizayner Elvira Həsənova geyim seçiminin səbəbini açıqlayıb. Əslən Azərbaycandan olan Elvira Həsənovanın sözlərinə görə müharibə dövründə siyasətçilərə kostyumlar lazım deyil. O, müharibə dövrünün lideridir. Əskərlərimiz döyüşəndə, insanlarımız sığınacaqda olanda kostyum geyinə bilmərik. Xatırladaq ki, Zelenski sözü gedən görüşdə üzərində Ukrayna dövlət gerbinin əsas elementi təsvir olunan naxışlı uzunqol polo geyinmişdi. Azərbaycanlı Elvira Həsənova gənc dizayner və Qasanova brendinin qurucusudur. Donetskdən olan qız orada stomatoloq təhsili alıb və bir müddət bu peşə üzrə işləyib. Daha sonra o, Ukraynadan kənarda da məşhurlaşan Qasanova moda brendini yaratmağa qərar verir. Elvira Həsənovanın geyimlərini dünya ulduzları da geyinib.